Axşamınız xeyir dostlar. Hər gecə bir nağıl dinləməkdən yorulmadınız ki? Elə isə keçid alaq növbəti nağılımıza. Bu axşam sizə Küləkli nağıl adlanan Alman nağılını danışacağam. Bir zamanlar Xəzri, Gilavar, Fırtına və Qasırğa bütün küləklərin hamısı birlikdə yaşayırdılar. Küləklərin evi Qaf dağlarının arxasında, dənizin ortasında, gözdən uzaq kiçik bir adada idi. Bu ada o qədər uzaq idi ki, quş quşluğu ilə gedib çıxa bilmirdi. O vaxt insanlar küləkləri tanımırdılar. Buna görə də gəmilər yelkənlərlə deyil, avarlarla hərəkət edirdi. Amma uzaq ölkələrdən lal cəvahirat, ədviyyat, ipək kimi bahalı mal daşıyan bir neçə dənizçi küləklərin varlığından xəbər tutdular. Bir yolunu tapıb onları ələ keçirməyi və gəmiləri hərəkətə keçirmək üçün istifadə etməyi planlaşdırdılar. Azad küləklərin öz xoşuna belə bir təklifi qəbul edə bilməyəcəyini düşündükləri üçün onları aldatmağa qərar verdilər. Gəmilərinə ən gözəl yelkənləri, ən sevilən içkiləri, ən dəyərli ləl cəvahiratı yükləyib küləklərin yaşadığı adaya yollandılar. Adaya gedib çıxmaq üçün 7 gün, 7 gecə avar çəkməli idilər. Sahildə sərin bahar küləkləri yolçuların açıq sarı paltarlarını yellədi. Biraz irəlidə Gilavar sərt yay küləkləri ilə yarışır, Xəzri isə qar kimi ağappaq libas geyinmiş qış küləyi ilə güləşirdi. Gəmidəki tacirlər adaya çatdılar. Ən qocaman küləklərə hədiyyələrini təqdim etdilər. Bütün külək ailəsini ziyafət üçün gəmiyə çağırdılar. Küləklər sevincək gəmiyə yollandılar. Böyük salda hazırlanan ziyafət süfrəsi gözləri qamaşdırırdı. Yaşlılar yeyib-içib söhbət edərkən gənc küləklər şən musiqiyə uyğun qıvraq rəqs edirdilər. Vaxtın necə tez keçdiyini heç kəs hiss etmirdi. Dənizçilər isə fürsətdən istifadə edib küləklərdən xəbərsiz açıq dənizə yola çıxdılar. Ertəsi gün səhər küləklər özlərinə gələndə açıq dənizin ortasında öz adalarından çox uzaqda və tanımadıkları bir yerdə idilər. Çox qəzəbləndilər. Dənizçilərin qonaqpərvərliyinin arxasında xain bir tələ olduğunu bağışlamadılar. Hamısı birlikdə əsməyə başladılar. Gəmi parçalara ayrılıb dənizin dibinə batanacan qəzəbləri soyumadı. Daha sonra küləklər öz adalarını axtarmağa başladılar. O gündən bəri bir zamanlar xoşbəxt yaşadıkları xain dənizçilər tərəfindən qaçırıldıkları adanı axtarırlar. İndiyədək ora-bura əsdiklərindən məlum olur ki, aradan xeyli vaxt keçsə də küləklər hələ də öz adalarını tapmayıblar. Qəzəbləri keçmədiyi üçün o gündən bəri hərdən lap coşub dənizlərdə fırtına qaldırırlar. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.